kökün qalınlığına nə boyda kökdür. Enginarın kökü bax, bu uzunluqda torpağın altına gedir. Ona göre bu yerde 20 ve çok yıl yaşayabilir. Yani ben bunu prosta cavanlaştıracağım, yerini değişesiyim diye. Bunu böyle böğründen çıxan. Bak böyle. Bak böyle küçüklerden, yeni köklü küçüklerden cavanlaştıracağım. Deməli bu enginardır. Necə də bir bunun 5 ildən çox yaşı var. 5 ildən çoxdur. Yerdə bunu bir dəfə əkəndə bir 20 ilə yaxın qalır. Bu abışına hər il belə köhnə zoğlar quruyur. Çiçək açıb bar verib meyvəsini yeyəndən sonra quruyur. Köhnə köklər ölür. Bax belə çürüyürlər. Çox qalın uzun kökləri olur. Bax belə çürüyürlər. Yeni köklər, köklərin yanından qəşəng cavan belə pöhrələr çıxır. Bax biz cavan belə pöhrəni əkib yeni bu boyda enginar ala bilərik. Bunlar mən bir hamısını bax belə qırıb, belə təmizləyib, sadəcə belə kəsib yenidən əkəcəm. İndi bu kəsik belə yerlərini külə verəcəm, külləyəcəm. Bu təzə cavan köklər bir neçə ildən sonra belə köklərə bərabər olacaq. Hamısını mən külləyib bunları əkəcəm ki, bu çürüməsinlər. Hər il bunlar çürüyür. Dibindən var təzə. Gör nə qədər burada pöhrə var. Təzə pöhrə. Bax bunu hani götürüb əkəcəm. Burada kök. Hamısı kəsilib. Onda pöhrələrə bax. Deməli bir dənəsini əkəndə böyründən nə qədər pöhrələnir. Qırıb təzələrdən belə böyüdürsən. Hər pöhrə özü kök verir yeni.